Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, əziz valideynlərimiz. Mən Vüsal Kəlbəcəri, tənqidçi jurnalist. Bu günlərim yenə də Azərbaycanımızın çox gözəl rayonu olan Hacıqabul rayonunda Talış kəndindəyik. Talış kəndində biz qabaqçı, nümunəvi şagirdlər bir müddət əvvəl olmuşduq. Burada gördüyünüz kimi şagirdlərin adlarını jurnalda vermişdik. Demək, Nəzərli Hüseyin balamız. Hüseyin bala sənsən? Yox. Hə, sənsən Hüseyin bala. Təbrik edirəm. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. O zümrənin Nəzərli Həsən balamız. Bu da sənsən. Səni təbrik edirəm. Uğurların bol olsun. Bu jurnalda səndir. Təbrik edirik. Bəli, hörmətli izləyicilərimiz, bizim şagirdlərimizin adları bu jurnallarda verilibdir. Gördüyünüz kimi Çağdaş Təhsil Mətbuat orqanında bunların adları belə verilibdir. Təbrik edirəm. O gün olsun ki, ali məktəbə qəbul olub. Bir dənə əlçağınız dəvət olsa, atası. Bəli, təbrik edirik. O gün olsun ki, inşallah ali məktəbə qəbul olasınız. Vətənin başını uza eləsin. Adın soyadın nədir sənin? Həsən. Həsən, böyüyəndə inşallah hansı peşənin sahibi olmaq istəyirsən? İnşallah arzu edilir ən yüksək balla tibb universitetinə qəbul olsun. Siz də gəlin bura dəvət olmasa. Sənin adın soyadın nədir? Nəzərli Hüseyin. Nəzərli Hüseyin. Sən böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Polis. İnşallah arzu edirik ki, amma şərəfli polislərdən biri olsun. Qanun keşiyində olan polislərdən biri olsun. Siz də nənəsiniz. Belə bir el məsəli var. Deyir, dövlətdə dəvədir, övladda nəvədir. Siz nənəsi, adınız nədir? Tərgül xanım. Tərgül xanım, bizim bu gözəl balalarımıza, igid balalarımıza nə arzuluyorsunuz, nə deyə bilərsiniz? Uzun ömür, can sağlığı, ali məktəblərdən, ucalardan səsləri gəlsin. Çox gözəl. Biz də sizə can sağlığı... Atalarına xeyirli evlad olsun. Amin. Biz də Çağdaş Təhsil komandası olaraq bizim də arzumuz odur ki, bu igid balalarımız ən yüksək balla ali məktəbə qəbul olsunlar. Biz çəkiliş qrupası ilə gələk, gözəl çəkiliş eləyək. İnşallah. Və bizim sonda arzumuz odur ki, gələcəkdə hansı sənətin peşənin sahibi olmağına baxmayaraq, vətənimizin dəyərli vətəndaşları olsunlar. Bayrağımızı yüksəklərə qaldırsınlar. Bəli, igid balalar, bizə söz verirsinizmi ki, İnşallah valideynlərinizə, müəllimlərinizə sadiq, gözəl, layiqli olaq olasın. Söz verirsənmi? Sən də söz verirsənmi? Bugün 2026-cı il 16 aprel tarixidir. Bu kadrlara 10 il, 20 il, 30 il sonra baxanda bizim igid balalarımız bizə verdikləri sözü xatırlayarlar. İnşallah inanırıq ki, gələcəkdə hansı sənətin peşənin sahibi olmağına baxmayaraq, bayrağımızı yüksəklərə qaldıran Azərbaycanımızın dəyərli vətəndaşı olacaqlar. Təşəkkürlər, möhtərəm, sağ olun.